Bu gördüyünüz çöküntü təxminən yarım saat əvvəl yaranıb. Buradakı əvvəlcədən videoda atmışdım, baxmışdınız. Şirvanşahər Sahib Zeynalov bina 2-də qəzalı vəziyyətdə olan binadır. Yarım saat bunun əvvəl bu çöküntü yaranıb. Divarın da bu istiqamətə bu fikir verin. Əməllə başlı bina partlayıb. 20 nəfər əhali, 20 mənzil belə deyək ən azından bu dəqiqə gecə səhərdən. Salam aleykum. Deməli, bu günləri mən xüsusa kimi gəlmişəm bir də binadayı. Qardaş deyir ki, bəs bura düzəltmək istəyirəm. Binamın altına qışda soyuq olmasın da, evimə soyuq olur padolokdan. Qardaş girmişəm bura. Bir də binaya baxın, binanın betonları konkret olaraq qeydib. Bu indi hansı qurumlar tikib, mən bilmirəm, hansı mühəndislər burada işləyib. Yəni bura Sahib Zeynalov 2 olmalıdır, qardaşım. Bəli. Bir də binam, sən Allah, təməlliyin betonuna baxın. Mən də bura deyirəm ki, heç siniyənmərəm. Bu boyda piltələr. Bu boyda bina bunun üstündədir. Yəni, kubikin üstündə. Buradan da uğrayır. Beton gedib, armaturlar üzdədir. Burada qəti yaşayış qadağanda. O betona bax. Bütün piltələr də hamısı bunun üstündə. Siment yoxdur. Bunlar heç blokdur yenə, qardaş. Bu sabayları. Belə binanın üstündə. Buna bax ya, belə şey olar, buna bax. Sən Allah, gəlin bura. Buradan kanalizasiya buraxır, bax. Bir də buna baxın. Bu deməli, burada yaşayış qəti olmaz. Beton tökülüb, daşların üstündə buna bax. Bu boyda bina nəyin üstündə dayanıb, ilah pərver diyor. Qardaş, burada kateqoriki yaşayış olmaz. Sabaylar lazım olan qurumlar. Buna bax. Buna bax, gör buna bax. Oy, bu nədir? Bu boyda bina bu üstündə dayanır. Oy, bu uçsa nətər olar ha? Buna bax ya. Yaşayış. Oy, bu Yüzlərcə adam yaşayır burada. Oy, sən Allah, elə şey olar ha, bir dəqiqə. Oy, bu uçsa bir abırçılıq. Buna bax, bina gedir qardaş. Təməl gedir. Oy, bura əməlli buna bax. Sən Allah, bu hansı şirkət, hansı, nə bilim ha, hansı orqan. Bax, bu piltənin biri geçsə, orta divarlardır. Bunun biri geçsə, düz bina, 5 mərtəbəli binadır. Beton altı boşda çat verib, bax. Bu nədir, uçub ya bura. Bura bax, bura bax. Bura gedir. Tumbiyə bax, 5 mərtəbə binanın tumbasına bax, kolonuna bax. Kolon əriyib gedir, bax qardaşlar. Bu kolonun deməli şeyidir, bax armaturları. Bax ortada kolonun şeyi qalır, bax bir damcı siment yalanına, bax gedib. Bu oradan ləğv oldu, bu armatur, bax bina yavaş-yavaş çökür, görürsünüz armatura bax onu əyilib. Armatur bax əyilib konkret olaraq. O bina yavaş-yavaş çökür, bax bu geçsə, bax bu daşı saxlayan, bax bir dənə bu daşı saxlayan. Bax bu geçsə, bax şöyle Allah iraq eləsə, bu nədir ha? Bina gedəcək. Bax qardaşlar necə sizə göstərəcəm.